8-ci fəsil. Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları. Maddə 54. Əmək şəraitinin təmin edilməsi. 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işə götürən aşağıdakı əmək şəraitini təmin etməlidir. Peşə və ya vəzifə adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi. Əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi. Əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi. Sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə, həmçinin əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması. Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi. Əmək funksiyasının bu məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini. Bu məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını. İşçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini. İşçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin, xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s. yaradılması. Əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlər. 2. Bu məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilməz. Maddə 55. Əmək şəraitinin əlavə şərtləri. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işə götürən imkanı hesabına bu məcəllədə yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. 1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda, işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşə götürən əmək şəraitinin şərtlərini bu məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa, dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə məlumatı və ya əmri, sərəncamı ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli. Bu mümkün olmadıqda isə, əmək müqaviləsinə bu məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin C bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 3. Bu məcəllənin 55-ci maddəsindən nəzərdə tutulmuş qaydada, işə götürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. 4. Azı 50 nəfər işçi çalışan müəssisədə, işçilərin ümumi sayının 10%-dən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən,
Bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya quruma rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan və ya qurum həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb, səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. Maddə 57. İşçinin əmək funksiyası 1. İşəgötürən işçinin əmək funksiyasının, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirilməli olduğu, müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 2. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş vahid tarif ixtisas sorğu kitabçasına əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Bir tərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işçilərlə işçini təmin edə bilmədiyinə görə ona peşə ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi 1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri. 2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürən razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini, əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin 5-ci və 6-cı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. 5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yol verilməzdir. 6. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər. 7. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.